Əgər ovucularımızda xırda, qaşınan və içi şəffaf maye ilə dolu suluqcuqlar varsa, bu dizgidratik ekzema ola bilər. Bu kifayət qədər geniş yayılmış dermatoloji problemdir və müxtəlif amillərin təsiri altında inkişaf edir. Stress, allergiya, qıcıqlandırıcı maddələrin təması, bəzən isə sinir sistemində pozuntular və ya tərləmə prosesin pozulması. Dizgidratik ekzema ilə daha çox kimlər üzləşir? Allergiya və atopik dermatitə meyilli şəxslər, kimyəvi maddələrlə daimi təmasda olan peşə sahibləri, bərbərlər, təmiz sürücüləri, tibb işçiləri, daimi emosional gərginlik və xroniki yorğunluq məruz qalan şəxslər, hiperhidrozdan, artıq tərləmədən əziyyət çəkən şəxslər. Müalicə prosesi ağırlıq dərəcəsindən asılıdır. Yüngül hallarda dərdin düzgün baxımı kifayət edir. Daha ağır hallarda kortikosteroid tərkibli mazlar, antiseptik məhlullar, antihistamin preparatlar və bəzi hallarda göbələk əleyhinə vasitələr də təyin oluna bilər. Xəstəliyin ağır və davamlı gedişatında immunomodulatorlar və fototerapiya tətbiq edilir. Əsas odur ki, ilk simptomlar hiss olunduqda həkimə müraciətinizi gecikdirməyəsiniz. Dizgidratik ekzema xroniki resivlərlə gedən bir xəstəlikdir. Lakin düzgün müalicə və profilaktik tədbirlər sayəsində onun kəskinləşmələrinin qarşısını almaq və uzun müddətli remisiya əldə etmək mümkündür.